bir nəfər Yəhudi öz kitablarında oxuyub bir zikir öyrənir. O zikir İsmi Əzəmdəndir. İsmi Əzəmdən bir zikir öyrənir, gəlir, Əli əleyhissalamdan rastlaşır, tanımır Əli əleyhissalamı. Yol gedirlər, gəlirlər, bir yerə çatırlar, suyun üstündən Əli əleyhissalam görür ki, bu nəsə dilinin altında zümzümə eləyir, suyun üstündən başlayır yeriməyə. Əli əleyhissalam ondan soruşur, deyir ki, sən nə edirsən? Deyir, mən İsmi Əzəmdən bir zikir var, onu deyirəm, suyun üstündə gəzirəm. Deyir, o nə zikirdir? Deyir ki, Ya Aliyyun, Ya Aliyyun, Ya Ali. Əli əleyhissalam deyir, ayağını qaldırdı, qoydu suyun üstündə və sara həcərən, daş deyir, su deyir, daş kimi oldu, bərkidi. Yəhudi qayıtdı, dedi, sən nə zikr eləyirsən? Əli əleyhissalam buyurdu ki, o zikr elədiyim mənim adımdır. Sən mənim adımı zikr eləyirsən, əzizlər. Baxın, Yəhudi sənin ağavın adını zikr eləməklə suyun üstündə yeriyir. Sən bilirsən, nələr eləməlisən. Bilirsən, əlində sənin nə nemətlərin var. Əqidə ilə ya Əli desən, nələr eləyərsən.